Uşaqlar, demək bugün mənə verilən suallardan biri haqqında danışacağam. Sual belə idi. Ay müəllimə, məsələn yazıb ki, he is writing a test now. He is taking a test. Fərqi yoxdur. Sual budur. He is writing a test now. O indi test yazır. Deyir indi bunu mən sual verəndə when is he writing a test verməliyəm? Yoxsa when does he write a test verməliyəm sual olaraq. Yadda saxlamaq lazımdır ki, indiki davam edici zamana when ilə sual verə bilmirik. Səbəb odur ki, indiki davam edici zaman, yəni hal-hazırdan söhbət gedir. Bunun vaxtı bəllidir. Mən buna when-lə niyə sual verim? Verə bilmərəm axı. Maksimum olsa verirsən ki, when does he write a test? O nə vaxt test yazır? Sən hər hansı bir sıxlıq deyə bilirsən bunun cavabında və yaxud da ki, yəni ona when-lə sual verdim. When does he write a test? O suala çox nadir hallarda cavab now olur. He is writing a test now. Çünki sən present simple-da sual vermisənsə, onun cavabını da present continuous-da almaq çox nadir hallarda olar. Speaking-də, danışıqda olur, okey. Amma yəni belə grammar-da present simple-da verdiyim suala, yəni ən azından bu mənim dediyim tipdə bir suala present continuous-da now ilə cavab vermək biraz elə bir ki, qeyri-normal səslənir. Yəni belə deyim sizə uşaqlar. Onsuz da o indi yazırsa testi, mən buna when-lə sual verə bilmərəm. Bu qətiyyən olmaz. Yəni maksimum sualı verəsənsə bu cür olmalıdır. When does he write a test? Maksimumu budur. Bu da dediyim kimi çox işləc bir hal deyil.